həmən günüsü hədəfə dəydi də. Onların qışqırtıları hələ də mənim qulağımda da qışqırışırdılar, mərmi dəydikcə. Birinci qabağından vurdum, işığını yandırıb keçirdib gəlmişdilər. İlk vurandan sonra işıqlarını yandırdılar. Sən nəfər özlərini bilmədilər də. Düşdülər vurdum, məhv elədim. Sabahı da biz mövqeyə elə bir Ensaylı hərbisi 706-ya təhvil verib qabağa getdik. Biraz gecikmə halları oldu. Təhvil verdik, düşənə yaxın bunlar gəldilər, minamyotu qurlaşdırdılar. Minamyotu qurlaşdırdılar. Bir dəfə elə bir səngərin böyrünü vurdular. Onunla yüngül Valniyə düşdüm da mən orada. Yüngül Valniyə düşdüm. Döyüş yoldaşımın remenindən tutdum, təpədən aşağı düşürük, hücuma keçmək. Birinci partiya mövqeləndi, ikinci partiya mövqelənmə, biz idik mövqelənməyə. İkinci partiyada 2-3 addım yadımdadır. Aydınkin rəhmətli Zülfüqardan Həsən Çikov məni çıxardıbdır. Həsənov Ceyhun məni çıxardıbdır. Yaralandın onu. Çiko, hə, ləqəbi Çikoydu, döyüş yoldaşımız. Onu Azərbaycanda Çiko kimi tanıyırlar. Məni çıxartdılar. Mən ayın 8-ci günü gecə yaralandım. 9-cu gecə düşürtdülər. Onu da müharibə qutardı. Bizdən də 3 nəfər əsir düşdü. Bir Gizir Ömər əsir düşdü. Bir Əliyev Şərif əsir düşdü. Bir də Əliyev Anaşı əsir düşdü. Şükür Allah'ın bugünkü gününə cənab prezidentimizin köməyi vasitəsindən, səyləri vasitəsindən şükür Allah bugünkü günü vətənindədir, sağlığı yerində, min şükür. Allah canlarını sağ olasın. Çox sağ olun. Belə uşaqlıqdan nə təcrübə? Uşaqlıqdan peşə sahibi idmanla məşğul olmuşam, boksla məşğul olmuşam. Boks müəllimim Tahir müəllim olubdu. İndi kompleksdə, Şəmkirdəki Olimpiya kompleksində məşq keçir. Tahir müəllimin tələbəsi olmuşam. Sonra Rusiyaya getmişəm. Samarada qaydası döyüşlə məşğul olmuşam. Azərbaycanı təmsil etmişəm. Bəli, Azərbaycanı təmsil etmişəm. 2019-un axırları gəldim Azərbaycana. Düzdür, uşaq vaxtından deyirdim, müharibə olsa gedərəm. Mənim daim da döyüşübdür, əmim də döyüşür. Babam da 41-45-də döyüşübdür. Uşaq vaxtından, yəni onları görmüşəm də əmimin barmaqları olmuşdu, daimdə qan-tuz yoxdur. Görmüşəm də onlar nə əziyyətlər çəkirdilər. Gözümün qabağında oldu. Bugünkü gündə, şükür Allah'ın bugünkü gününə ki, bizim də hətta iğnənin ulduzu qədər də olsa, bu elə bil işdə köməyimiz oldu da. Yəni, sən böyük işlərin oldu. Birinin məsəl üçün, həmən vaxtı birinin imkanı oldu. İndi Allah hamının özünə qismət eləsin. O da əziyyətdən o pilləyə gəlib çatıbdır. Birinin imkanı çatdı, məsəl üçün silah sursatına kömək elədi. Birinin imkanı çatdı, hərbiyə paltara kömək elədi. Birinin imkanı çatdı, produktuna kömək elədi. O bir şey, xalq bir oldu. Biz də belə çıxmadın, kasıb oğlanlarıq da, sən sağ. Gücümüz bir cana çatdı, canı qoyduq ortaya. Qadınlara. Allah cəmi yaxşı insanların köməyində qeyrətli oğlanlarımızı qorusun. Əlbəttə ki. Tanınmayanları tanıtmaq lazımdır. Bugünkü gündə İlqar sizin haqqınızda danışmasaydı biz sizi tanımırdıq. Bakı həmləsindən miniyə düşənlər oldu. O İlqar birinci səfər idi də, yəni ki, o tibbi cəhətdən köməkdarlıq edirdi. İlqar öz deyir, bura deyir, elə bil bilsən nədədir, keydim deyir, robot kimi oldum da, başladım deyir, bir də deyir, ailəmdə gördüm, əlim ayağım qanın içindədir, kömək edirəm da bu yaralılara, birinin qılçası qopub, birinin qolu qopubdur. İlqarın çox səyləri olubdur. İndi döyüş yoldaşlarımdan bəzilərinin adını çəkənmədir, mən üzrü saysınlar. Əsas odur ki, ürəyində varam. Bizdə Yaşar var idi, hətta Yaşarın özü də müasirədə olanda biz 651 yüksəkliyində müasirədə oldum. Mən açığı kənd yaxşı bilmirəm adlarını, yəni döyüşə gedirdik. Axırda bizə deyirdilər, bu falan yerdir, bu falan yerdir. Yaşarın özü 2 dənə sumka ilə bir döyüşdə güllələrimiz qutarmışdı. 2 sumka ilə bir PK-nın singini tək canlı, üstündə də bir dənə PK ermənilərdən götürüb gəlmişdi. Yəni elə döyüşən oğlanlarımız var idi. Bunları sözlə demək qurtarmır, bilirsiniz nətərdir? Yəni orada gələnlərin hamısı, döyüşə qatılanların hamısı elə belə oğlanlar deyil. Yəni Çayçıda tanış olduğumuz o, məsəl üçün, Çayçıda oturdun, hə, tanış oldun, bir iş yerində tanış oldun. Yəni ölüm yolunda tanış olmaq, bu bambaşqa bir şeydir. Bizdə Əli var, Gədəbəydəndir. Bizim BMP-lərin biri xarab olmuşdu.
Əlinin özü maşın şoförüdür, tır sürür Qızıl mədənində bir dəqiqədə. Əlinin özü Əli ilə bir də Əliyev İlqar kömək elədilər. Başladılar. Biz də mövqeyi götürmüşük. Mövqedə puskudayıq. Ay bir də gördüm Əli ilə İlqar başlayırdılar beyin söhməyə. Ay gəldim ki İlqar nə varsan? Onun talış balası deyirəm nə varsan? Deyirəm görmüsən deyir beyin xarab olub beyin. Ay deyirəm sən sağ ol, sən hardan bilirsən bunu? Ay deyir bura deyir maşınların hansında deyirəm sistemdir. Rəhmətli Mirxəyal var idi, talış balası. Mən həyatımda, yəni uşaq vaxtımdan çöllərdəyəm də, Rusiyadan belə gəzmişəm. Mən bu yaşıma kimi, 29 yaşıma kimi elə bir saf uşaq görməmişəm də. Yəni bugünkü günü də hey gözüm axtarır ki, elə bir xasiyyətdə, elə bir təmiz insan, elə bir bu dünyanın adamı döydü də, rəhmətli Mirxəyal. Şəhid oldu. İçimizdə ən az yaşlı oydu, rəhmətli Mirxəyal. Yəni o olan bir sənətər, mənim fikrimdə bambaşqa cür qaldı da o. Biz müasirədə olanda şəhid oldu. Onun analarının, anasının, atasının əllərindən öpürəm. Cəmi şəhidlər, şəhid valideynlərinin qarşısında baş əyirəm. Halaldır ki, elə evlatlar böyüdürsünüz də. Bizim şəhidlərimiz İmam Hüseyin eşqinə döyüşüb. Onlarınki leş sayılır. Bugünkü günü də onların qanını yağış yudu, apardı. Bizim şəhidlərimizin qanı o torpaqdan bizdən bir əsr sonra, 1000 əsr sonra da yada düşəcək ki, bu torpaqda belə bir oğlanların qanı tökülür. Sən hardan yaralanmışdın? Mən ayağımdan qəlpə yarası almışdım. Bir topuqdan aşağı, bir də valnıya düşmüşdüm. Qan tuzu. Əlində də elə billəsə var. Qolumun burasında qəlpə yarası izi qalmışdı, bax burada. Belə cırılmış. Yaxın get. Qutarıb gələndən sonra nə işlə məşğul oldun belə? Qutarıb gələndən sonra bu Ağsun deputat köməkçisi, mənim tam komandirim, Məsimli Zamit mənə kömək elədi. Şəmkirdə Eksasiyer oteldə axranla kimi işlədim. İndi də işdən çıxmışam. İş yox ki. İşdən çıxdın yoxsa çıxartdılar? Bugün məcbur qaldım, işdən çıxdım da. Hə, aydın məsələ. İş üçün müraciət eləmisənmi harasa? Bəli, iş üçün müraciət eləmişəm. Şəmkirdə təzə açılan balnisiya axırına kimi müraciət eləmişəm. Orada da yer yoxdur, olmadığına görə. Sən istəyərsən ki, orada işləyəsən. İşləmək istəyərsən mi? Bəli, istəyirəm. Əlbəttə ki. Siz necədir? İnsan şükür Allahın bugünkü gününə qırılır, tökülür, təzədən onu yığıb düzəldirlər. Şükür Allah. Bizim qardaşlarımız var, qolu yox, qıçası yox, gözü yox. Əlbəttə ki, Allahın hər bir gününə şükür eləməlisən. Yəni düzdür. Qabaqca fəhləlik idi. Gedirdim, işləyirdim. İndiyə kimi heç bir qurumlar deyə bilməz mən gedib ondan iş istəmişəm. Bugünkü günü həm ayaqlarım imkan vermir, həm başım imkan vermir. Yəni qabaqçı kimi hövsələm çatmır da, məsəl üçün gəlib ustalıq eləməyə, bir yerdə işləməyə. İndi axıran vəzifəsi belə, yəni yüngüldür ki, yəni nə tər deyim də, rahatçılıqdır. Başa düşürəm. Söhbəti yox, ora cavabdehsən, hər bir şeylə cavabdehsən. O fəhləçiliyə baxanda o ondan yüngüldür. Bizən insanın içində hər bir fikirdədir da, insanın bir fikri var, bu şeyi işləyib haqqını vermədinsə də, onu sən götürüb qəbul eləsən də, təklikdə insan özünü, nətər deyim sizə, mən rus dilində deyəcəm, sudit eləyir də, özünü qarşısına qoyur ki, yəni mən bunu işləyə bilərdim da, bunu işləyib oradan 5 manat ala bilərdim. Mənə filan kəs kömək elədi amma. Sağ olsun, bir dəfə elədi, Allah canını sağlayır. Bu hər dəfə mənə kömək eləyir axı. Bunu insan öz-özlüyündə qəbul eləyəmir. Düzdür, qəbul eləyənlər var, amma şəxsən. Mən Turandan getdim hərbi hissəyə komandiri idi, nə idi bilmədim. Yəni o şoka düşdü ki, o həmlə qrupundan Turan sən salamat çıxdın, sən salamat qalıbsan. Şükür elədi ki, heç olmasa orada bizim bir 3 dənə, 4 dənə salamat çıxan uşağımız oldu. O batalyonun hamısı dedi qırıldı. Neçə nəfər girmişdiniz döyüşə? Orada 200 neçə nəfər girmişdilər. 240 nəfər. Neçə nəfər sağ? 20-22 nəfər dəndi salamat qalıb. 20-25 nəfər salamat qalmış. Şoka çox ağlayırdı. Allah canınızı sağ olsun. Sizdən hamınız canlı yayında olursunuz. Yəni bu həmlə qrupu, Allahım, mən o komandirdə ağladığı şey gözüm qabağından getmir ki, məhətlər qaldı ki, ay Tural, ay şükür sən də orada salamat çıxırsan. Oradan dedi, demək olar uşaq qalıb. Balta Tural dedikləri bax həmlə. Bugünkü gündə bugünkü gündə buna biganə yanaşırlar, hansı quruma gedirik. Belə bir demagog adam kimi gəlmişik. Biz onun devlətdən heç də istəmirik, sağ olsun.
Bizdə də nə öz əməyi ilə, öz şeyi ilə qazanıb bu ailəsinə baxmaq istəyir, bir iş verir. Ayrı heç də demir sən bana pul ver, nə bilim, produkt ver, heç də. Bizə öz əməyi ilə, getsin alın tərinlə, gecə günü səhərə kimi qazansın tərinlə. Gəlsin 5 manat ailəsinə pul, yemək pulu gətirir. Qoca öz atası var, anası var, özü evlənməyib cavan oğlandır, evlənməmiş cavan qardaşı var, cavan bacısı var. Buna Nətər çağırır gəlirkən medal verir. Medal verəndə də bir iş verdi. Ana sən bilsən bu kontuj nədir? Sən bilsən bu neçə səfər udara düşür. Onu da verdi ha. Yəni qışqırasan, bağırasan, bir nəsə eləyəsən. Olar inşallah. Orada da yazmışlar ki, olar inşallah. Heç nə dolasın. Şəmkir Ülke çıksın diye darıdan candan geçtiler candan. Ana baba evlat yerden geçip gelip gittiler. Hepsi gitti. Hə, qardaş. Hal-hazırda işləmirsən. İşsizsən. Eksasyonda işləyirdim, orada 4 dəfə çıxartdılar. Axırıncıda da elə bir şey elədilər ki, mən məcbur qaldım çıxmağa. Qadınlardan istifadə elədilər. Nətər onun 2 dənə evli balası var, hələsizlikdən gəlib orada işləyir. Mən nətər onu qəbul edeyim, deyim ki, onu çıxart mən işləyim. O bizim nə qanımızdadır, nə canımızdadır. Biz getdik, döyüşdük qadınlarımıza, uşaqlarımıza, qızlarımıza dəyilməyəcək. Sən bu iş üçün Şəmkir rayonunda harasa müraciət eləmisən? Bəli, müraciət eləmişəm. İcraya müraciət eləmişəm. İcra da hər dəfə məni göndərir ki, get Qamarxoza. Qamarxoz da küçə idarəsidir. Küçələr zadı təmizliyinə, süpürməyinə zadı. 240 manat maaşı var, onun 30 manatı vergiyə çıxılır. Hətta bir dəfə də getdim. Getdim, Qamarxozun müdürü mənə qayıtdı dedi ki, iş tapanmırdım onda, məcbur getdim. Mənə qayıtdı dedi, mənim vadavozlarım da döyüşdə olubdur, biri vurulub. Dedim, mən insanam, dəmir döyüləm, sən sağ ol. Sən vadavozunu Azərbaycan xalqı yığılıb alıb verə bilər. Amma mən insanam, hətta sümükdürəm sənin kimi. Sən gedib tələb elədiyin işdir, daha başqa bir şey tələb Ayrı eləmişsən. heç bir tələb eləmişəm. İcraya getmişəm, mənə produkt yığıb göndərmək istəyirlər. Demişəm, mən dilənməyə gəlməmişim. Mən sizdən bir dənə istədiyim odur ki, mən bir dənə normal işdən təmin edilməsin. Sağ olsun, döyüş yoldaşım bir dənə iş düzdü qoşdu. Eksasiyor oteldə axrana işləyirdim. Orada da 8 ay işlədim, 8 ayda da 4 dəfə çıxdım. Ona zəng elə qadınla, buna zəng elə başına dönmə, görmə versən. Axırıncı səfər də dediyim kimi də elə bir iş düzdülər. Evdə pul lazım idi. Getdim pul istədim, pul yoxdur. Dedim, aformut eləyin. Aformuta da dedilər, yer yox. Aformut eləsəydilər, kredit götürməyə fikrim var. Dedilər, 2-3 günə sənə aformut etdik. 2-3 gündən sonra otağa çağırdım ki, bu işi düzdülər, qoşdular ki, yəni budur vəziyyət. Onlar da bilir ki, mənim zəif nöqtəm odur da. Yəni ki, mən həyatı boyu o şərəfsizliyi eləmərəm ki, hansısa da qadın işdən çıxsın, mən işləyim, pul qazanım.
icraya da müraciət eləmişəm, polisiyaya da müraciət eləmişəm. Polisiyada mənə dedilər ki, yer yoxdur. Cənab prezidentimiz verilibdi, 5 dənə medalda adım çıxıb, 3-ü verdi. Biri döyüşdə verilənin, biri döyüşdə fərqlənməyimə görədir. Biri Füzuliyin işğaldan azad olmağına görədir. Biri də Xocavəndin işğaldan azad olmağına görədir. Mənlə döyüşən uşaqların hamısı görübdülər də, deyib sonra insan öz-özündən danışmamalıdır. Eşqim var bizdə Bakı uşağı, canlı qoydu döyüşdə. Özü gülətlidir. Əliyev Qalib var, Gəncədən dünya çempionudur. Yəni döyüşən qardaşlarımız olubdu. Yəni gözlərinlə görürdülər ki, yəni mən arxada qaçıb gizlənənlərdən olmamışam. İnsanın özü haqqında çox söz danışa bilər. Özü insanın özünü dağın başına qaldıra bilər. Amma insanı qıraqdan deyəndə insanlarda belə bir xüsusiyyət var ki, həqiqət üzə çıxır. Bəli. Düzdür, bugünkü günü mən özüm haqqında çox söz danışa bilərəm. Elədiyimi də danışa bilərəm, eləmədiyimi də. O bizə yaraşmaz. Şəmşirdən. Mən ona balta tulaldım. Ermənin ətindən baltanı götürmüşdü, qoymuşdu böyrünə. O oğlan bir tanrı susturdu. Bir şəxsiyyət dolu satqonu vurdu. Şəxsiyyət dolu satqonu vurdu. Bir də erməni dolu patlatdı. Bunlar atamla. O oğlanın haqqı yerdə qaldı. Mən bir dənə bu dövlətdən istədiyim, sağ olsun cənab prezident, fərqləndiribdi bizi. Döyüşdə medal veribdi, canım sağ desin. Bizə hüquq veribdi ki, sözümüz keçsin. Amma bugünkü gün Şəmkir rayonunda mən icraya da yaxınlaşım. Mənə deyir, mənim hüququm çatmır. Düzdür, təzə gələn icramızla görüşməmişəm, bundan qabaqçı ilə görüşmüşəm. Siz nətəri heç saymamazlıq gördüm də, yəni bu vətəndaş gəldi, dərdini bildirdi, bildirmədi, fərqi yoxdur bundan qabaqçı icrada. Bu təzə gələnin də qəbuluna getmişəm, 2 dəfə getmişəm icranın qəbuluna. Dedilər təzə gəlibdi, deyin. Birinci getdim, dedilər birinci cümlə qalıbdı. Birinci günü getdim, dedi hələ təzə gəlibdi, icazə yoxdur görüşməyə. Orada da dedim, məni işlə təmin edin, işlə də təmin eləmədilər. Ərzə yazmışam ki, yəni xahiş deyirəm ki, imkan daxilində mənim bir işlə təmin edilməsin. O da, ha bax, gedirəm oradadır, heç göndərməyibdilər. Yəni, hara müraciət eləmişəm, bir dənə iş verən olmuyor. Sənin ancaq müraciətin işlə bağlıdır. Bəli, mənim bir dənə müraciətim var, o da işlə bağlıdır. Mən Rusiyada çox olmuşam. Rusiyada, Allah'ın olsun, bizim Azərbaycanlılarımızın həmişə sözü keçibdir. Biz söz deyəndə, bəzi bizi istəməyənlər olubdur, başqa dövlətlərdən. Bizə həmişə deyibdilər, sizin bir dənə yaralı yeriniz var Qarabağa. Şükür Allah, bugünkü gündə luboy insanın fərqi yoxdur, kimliyindən asılı olmuyorlar. Üzünə açıq, alnımız açıq, sözümüzü rahat deyə bilirik. Deyirik ki, bir dənə dərdimiz oydu. Onu da, yəni bilsən nətəri, çoxları fikirləşdi ki, 30 il gözlə bugünkü günü. Azatı biz 30 il gözlədik, rekord vurduq. Dünyada hələ bizi kimi 45 günə 30 illik 30 il işğal altında olan torpağı 45 günə alan bir dövlət nə olmayıb, nə də indən sonra Olası deyil. olası da deyil. Bəli. Mən çıxardır, mənim yerimə başqasını qoy. Mən bu torpaqda doğub başa çatmışam. Amma bu torpaq, Şəmkir rayonunda mən bir dənə iş tapamıram. Bir işlə hara müraciət edirəm, yəni əli boş. Biz iş üçün icra hakimiyyətinə getdik, icra hakimiyyətinin nümayəndələri bizi qəbul elədi. Deyir ki, Şəmkirdə iş üçün bütün icrada, təşkilat müəssisələrdə işin hamısını bizim səlahiyyətimizdən alıblar. Biz sizə verəsi bir dənə işimiz yoxdur. Buna görə də Şəmkir rayon icra hakimiyyəti. Şəmkir rayon icra hakimiyyətinin özü yox idi, nümayəndələri göndərildi. Onlar bizə dedi ki, bütün təşkilatlardan hamısını icra hakimiyyətindən alınıb iş qoymaq adam. Özün bacarırsan, get, gir. Biz də hansı qapıya getdik, bizə deyirlər iş yox. Bizə xahiş edirik ki, bir iş necə təmin olunsun. İnşallah olar. Neçə dəfə müraciət eləmisiniz? Həqiqət 3 dəfə mən getmişəm. 3 dəfə mən getmişəm. Bax bunlar. Getdim icra hakimiyyətinə, deyir ki, haranı istəyirsən, deyirəm ki, mənə fərqi yoxdur, hara olsun. Bir dənə iş yeri olsun. Deyir, bax məsəl üçün deyirəm polisiya. Deyir o bizim səlahiyyətimizdə düz şeyə keçir. Nə bilim, səhiyyə sığorta sisteminə keçir, ona bizim baxa bilmirik, gücümüz çatmır. Deyirəm, sizin gücünüzdə olan hansı yer var? Deyir, heç var. Bir dənə deyir Qamarxoza, o da Temur müəllimə zəng edərik, görə imkan olsa sizi götürərlər.